deyəcəm ki, mən 5 il digər şirkətə işləmişəm. Amma orada mən sadəcə pul qazanırdım, arzularımı reallaşdırmırdım. Buradan Ümid Əliməvlidən buna təşəkkür edirəm. Nə yaxşı ki, məni dəvət elədin, nə yaxşı ki, həyatıma gözəl toxundu. Mən artıq burada tək pul qazanmıram, mən burada arzularımı reallaşdırıram. Və mənim digər şirkətə ən böyük arzumda bir zəngələmin olması idi. Buradan Hidayət müəllimə, Qadınlara təşəkkür edirəm ki, mənim o arzumda 2 ay öncə reallaşdı. Məncə fabriklər bütün arzular reallaşacaq. Halbuki da demək istəyirəm ki, fabrikdə sizə əgər düzgün bir yerdəsiniz, inşallah bir baş direktora, tezliklə gümüş demirəm, daha yüksək dərəcələrlə, yaxud dünyanın ən yüksək dərəcələrdən burada səhnədə təbii olacaqını bilirəm. Çünki məqsəd daha gözəl dərəcələr əldə etməkdir. Hər bizə təşəkkür edirəm və bir daha ülkəmə təşəkkür edirəm ki, çox sağ olun. Nə yaxşı ki, mən dəvət elədim, nə yaxşı ki, fabrikini tanıdım. Hər kəsə uğurlar. Təşəkkür edirəm xoş sözləriniz üçün.